Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də Fərid Adıgözəlovdur. Fərid Adıgözəlov 1992-ci ildə 8 sentyabrda Naftalan şəhərində dünyaya göz açmışdı. 1992-ci ildə Naftalan şəhərində Nəsimi adına tam orta məktəbinə başladı və təhsilini 2010-cu ildə məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi hissəyə çağırıldı. 2011-ci il oktyabr ayının 3-ü Bakı şəhərində yerləşən NZS adlı daxili qoşunlarında xidmətə başladı. 2012-ci ildə aprel ayının 3-ünə evinə gəlmişdi. Şəhid Fərid Adıgözəlov özü üçün fotoqraf işini özünə seçmişdi. Toylarda şəkil çəkirdi və 2014-cü ildə Rusiyaya səfər edib yollanmışdı. Uzun illər Krasnodar şəhərində işləmişdi və 2019-cu ildə ailə qurmuşdu. 2020-ci ildə bir Gülsarə adlı qızı dünyaya gəlmişdi. 2020-ci ildə yanvar ayında Azərbaycana səfər edib qayıtmaq niyyəti ilə gəlmişdi. 2020-ci ildə fevral ayında Rusiyanın Krasnodar şəhərinə yola düşdü, ancaq yoldan buraxmadılar. Azərbaycanda korona adlı xəstəliklə bağlı buraxmadılar, vətəninə qayıtdı və qayıtdıqdan sonra düşündü, hərbi ilə işləməyə davam etdi. 2020-ci ildə aprel ayında hərbi işinə 005 Maxet kiçik çavuş rütbəsində işini davam etdi. 2020-ci ildə 18 oktyabr Suqovuşun istiqamətində gedən döyüşlərdə iştirak olunmuşdu. Ailədə 2 qardaş idi. Şəhid Fərid Adıgözəlov Naftalan şəhərində şəhər qəbirstanlığında dəfn olunmuşdu. Şəhadətindən sonra 3 medal ilə təltif olunmuşdu. Suqovuşun azad olunması vətən uğrunda və cəsur döyüşçü kimi. Əziz şəhidimiz, ruhunuz qarşısında baş əyirik. Baş şərəfsizlərin texnikasıdır. Məhv eləmişik. Hal-hazırda da Talış kənddəyik. Biz bu torpaq üçün yarandıq, bu torpaq üçün öləcəyik. Bax, 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 bax. Bax, bax, bax. Sursatlarıdır, minalardır. Allah hamımızın köməyi olsun. Bu yolda şəhid olaraq dönməliyik inşallah. Dönməyəcəyik də. Bu torpaqları almayınca durası deyilik. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Türkiyə. Nə gözəldir Türk deyənə, Türk xalqına. Hamınızı öpürəm, bağrıma basıram, bizlər üçün dua edin. Bax, şərəfsizlərin maşınlarını dağıtmışıq, cırıq-cırıq eləmişik. Özləri kimi cırılıqdır. Biri burada, biri qabaqda. Hal-hazırda Talış kənddəyik. Kənddən 2 kilometr araldayıq. Yəni bizim mövqeyimiz buradır. Şimdi patrol sistemindəyim. Səhər-səhərən səhər açılıqdır. 8-in yarısıdır. İndi Tapkarakoyunlu kəndindən çıxırıq, mövqeyimizi dəyişdik. Gedirik, nəsə anasını ağlatmaq inşallah. Hayatımda heç vaxt o yadımdan çıxmayacaq. Heç vaxt. O təcili tibbi yardım gəlməyi heç vaxt yadımdan çıxmayacaq. Yoldaşlar! Haradayıq? Haradayıq? Talışdayıq. Bax, 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 bu da şərəfsizlərin maşını. Bax, 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 texnikası, bax, bax. İnşallah gedirik daha da irəli.